Və sosial münasibətləri də güclü olan ölkələr, hansı ki, nənə, baba, bibi, əmi hamısı sənin həyatında bir söz haqqına sahibdir. Biz qərbə getdik və biz qərbdə bilirsiniz nəyi? Təyyarədən düşən kimi hətta nəyi hiss elədik? Burada azadlıq var. Heç birimizin ağlına gəlmədi ki, burada nənə, baba yoxdur. Sən azadsan. Bir fransız Fransada azad hiss eləmir. Mən 10 ildən çox Fransada yaşamışam. Sizi əmin edirəm, orada da qaynana deyingəndir. Orada da gəlinin qaynanadan zəhləsi gedir. Orada da uşağın bağça müəlliməsinə hədiyyə alıb verirlər. Sadəcə orada başqa üslubdadır, burada başqa üslubdadır. Və biz fərqinə varmadıq ki, sən Azərbaycanda deyilsən deyə, özününkülər burada yoxdur deyə və küçədəkilərin də vecinə deyilsən deyə azad hiss edirsən. Möhtəşəm, gözəl. Mən də düşünürəm. Sən heç kimin vecinə deyilsən faktınla azadlıq möhtəşəmliyini səhv salmamalısan. Heç kəsin vecinə deyilsən, heç kəs baxmır sən bakirəsən, deyilsən, burnun böyükdür, balacadır, dodağına dolğu elədin, eləmədin, dolğuların yuxarı qalxdı, aşağı düşdü. Heç kimin heç nə vecinə deyil. Var bu. Bu sənə müvəqqəti rahatlıq kimi gələ bilər.